Sifətlər biz bildik ki, qurduqca 3 növ var idi. Hansılar idi? Sadə. Ay, sağ ol. Mən də səndən indi hazırda soruşdum ki, düzəltmə deyəndə düzəltmələr leksik şəkilçiləri idi. Deməli, qrammatik şəkilçilər də digər qaydaya aid idi. Leksik şəkilçiləri nə dedik biz indi müzakirəmizdə? Leksik şəkilçilər nə edirdi? Söz düzəldirdi. Bir sözdən başqa bir söz düzəldir. Qrammatik şəkilçilər isə bir sözü sadəcə başqa bir formaya salır. Bəli qızım. Məsələn, vətən vətəndaş bunların arasında çox fərq var. Vətən bizim vətən torpağımız, vətəndaş isə o vətənə aid olan insanlar. Sol, bəli, aferin sənə. Bu formada demişdik, doğrudur. Güldən neynədir? Gülçü yaratdıq. Gül nə sualına cavab verirdi? Gülçü artıq kim sualına cavab verir? Yəni bir sözdən başqa mənalı söz yarada biliriksə, bu şəkilçilərə biz leksik şəkilçilər deyirik. Yəni mənə əzbər şəkilçiləri hamısını əzbərlənməsi lazım deyil. Qətiyyən də bunun qarşısını alacağam inşallah ki. Bəs qrammatik şəkilçiyə nə deyirdi? Bir sözü başqa formaya salan şəkilçi idi. Məsələn, çiçək, çiçəklər. Çiçək sözü 5 dənə hərfdən ibarət idi. Çiçəklər nə ilə cəmləşdi? Yəni məna yenə də çiçəkdən ibarətdir, düzdürmü? Çiçəklər artıq onun mənasının daha çox olmasını bizə forma cəhətdən izah elədi. Anladınmı? Leksik şəkilçi bir sözdən yeni mənalı sözün yaranmasına kömək edir. Qrammatik şəkilçi bir formadan başqa bir formaya salınmasını, izahını verdi. Məsələn, çiçəkdən danışıq elə, çiçəkdən. Nədən? Yenə də çiçəkdən söhbət gedirdi. Çiçək söz 5 hərf idi, çiçəkdən oldu 8 hərf. Düzdürmü? Yəni sözün sadəcə formasını ifadə elədi bizə. Məna yenə də qaldı öz yerində. Amma çiçək sözündən çiçəkçi sözünü düzəldəndə çiçək nə? Çiçək deməli, artıq şəxsiyyət bildirdi, insan bildirdi. O peşə ilə məşğul olan insanı bildirdi. Olacaq buradakı şəkilçi də nə şəkilçi? Çiçəkçi olanda? Çiçəkçi olanda leksik, qrammatik. Leksik, aferin sənə. Bəs güldan olanda, güldan. Güldan məncə Güllə güldanın fərqi var ya. Sol, fərqi varsa deməli nədir? Leksik. Leksikdir, bəli. Gül nə sualına cavab verdi? Çiçək mənasını ifadə elədi. Güldan da çiçəyi qoymaq üçün qab mənasını ifadə elədi. Yəni burada tək yadında qalmasın ha ki, ay müəllim, siz demişdiniz biri nə sualına cavab verir, biri gəldi kim sualına cavab verir. Yox, mənalarına fikir veririk. Biri nə üçün istifadə olundu, digər nə üçün istifadə olundu şəkilçi qoşulandan sonra. Bunların da hamısının xırdalığını bilmək lazımdır. Tam başa düşdük bu şəkilçilərimizdən? Evet. Mənasını tamamladıq, düzdürmü? Qaranlıq qalmadı nə edəsə? Hayır, Allah, süper.